Salam əziz izləyicilərimiz. Yenə sizə mən bu gün yeni bir saç modeli ilə gəlmişəm. Bu modelin bütün texniklərini sizə öyrədəcəm. İlk başda saçı gördüyünüz bu saç modelimiz yuxarı topbuz şəklində olacaq. İlk başdan saçı ikiyə bölüb, bir də boyun ardı hissəsindən biraz saç saxlayırıq. Ondan sonra ortada olan saçımızı yenə iki eyni həcmdə, ölçüdə olaraq ikiyə bölüb rezinlə yığırıq, gördüyünüz kimi. Bir tərəf, indi ikinci tərəfi yenə yığacağıq. Arxada, boyun arxasında da saxladığımız saçı yenidən naços verib, həmin o iki dənə yığdığımız saçın tam alt hissəsində sabitləyirik. Az bir şeydə barmaq izi veririk boyun ardındakı saçımıza, daha dolu görsənsin. Sonra yenə iki dənə süngər götürürük. Ard-arda o iki süngəri ora sabitləyəcəyik. Birini taxdıq, ikinci süngər yenidən taxılır. Süngərlərin arasından çıxan saçlar da süngərin üstünü örtmək üçündür. Bu qədəri hazır. İndi tam yan tərəfləri, əvvəlcə ön tərəfi yığacağıq. Sonra ən sonda o iki dənə lastiklədiyimiz saçı istifadə edib yığacağıq. Yenə də yan tərəfdəki olan saçı ikiyə, qabaqda olan saçı ikiyə bölürük. İkiyə bölündükdən sonra bu saçın üst hissəsini, bir parçasını götürüb göründüyü kimi barmaq izi verilir. Sonra baxın, bu şəkildə çevrilir. Tam süngərin, iki süngərin orta hissəsində, oraya yaxın bir nöqtədə sabitlənir. Sonra ikinci parçanı alırıq. Önünə də istəsəniz az bir şəkildə çolka kimi ata bilərsiniz. İstəyə bağlıdır. İkinci aldığımız saç yenə barmaq izi verilir. Yenə o da orada sabitlənir. Digər tərəfi də yenə bu şəkildə eyni hazırlayacağıq. Yenə barmaq izi ikiyə bölünmüş, gəlir birinci parça sabitlənir süngərlərin yanında. Sonra ikinci parça yenə götürürük, ondan üstdəki sabitlədiyimizdən biraz aşağıya. İkinci parçanı da yenə sabitləyirik. O da sabitləndikdən sonra bu əlimizdəki öndən gələn saçların uclarını biz süngərlərin üstünü bağlamaq üçün istifadə edəcəyik. O da sabitləndikdən sonra əlimizdə olan saçları bu lastikdəki saçı ayırırıq, qarışmasın. Sadəcə öndən gələn saçları süngərin üstünü bağlamaq üçün istifadə edirik. Həm də bizə o saçlar artıq lazım olmadığı üçün. Əlimizdə saçımız çoxdur, onun üçün onlardan istifadə etməyib. Onları süngəri sadəcə üstünü bağlamaq üçün istifadə olunur. İndi keçirik əsas son nöqtələrə. Bu da eyni ölçüdə ikiyə bölünür. Rezinə yığdığımız saçdır bu. İkiyə, tam iki yerə bölünür. Bu iki yerə bölündükdən sonra yenə bir parçasını götürüb, indi sizə göstərəcəyimiz şəkildə biri qalır, ikincini alırıq yenə. Az alt hissəsinə naços veririk ki, saç daha əlimizdə rahat çevirə bilək. Bir də dolu görsənsin biraz alt hissəsi. Yenə az lak vurulur. Onu təmiz daramaq lazımdır. Xırda saçlar hamısı çıxmasın üzə, o yüzden təmiz daranır saçlar. Sonra baxın necə gördüyünüz kimi gətirib o hissədən əlimizlə tutaraq uc hissəsini döndərib aşağıya doğru keçirdirik. Həmin anda da bir əlimizlə tutduq, bir əlimizlə də nevdinkaların köməyi ilə sabitləyirik ki, saç əlimizdən dağılmasın. Sonra yenə bunlara barmaq izi verilir. Sonuç bantik şəkilli bir saç modeli olacaq. Yenə ortadan sabitləyin. Yuxarı tərəfində yenə
Aşağıda elədiyimiz eyni təkrarlanır. Eyni şəkildə o da gəlir. Yenə barmaq izi veriləcək. Ən sonda uclarını maşa penlə, ən sonda bu çıxıntı ucları maşa penlə şəkil verəcəyik. O hələ qalsın. İndi ikinci tərəfə keçirik. Bu da yenə eyni orada olduğu kimi 2 tane ölçüdə olur. Amma ölçülər eyni olmalıdır. Çalışın ölçüləri eyni götürün ki, simmetriyanı yəni itirməyəsiniz. Simmetriyası gözəl olsun. Yenə eyni şəkildə barmaq izi verilir. Oradan döndərib yenə içi aşağıya doğru atırıq. Burada darağın köməyi ilə, yəni nəyinsə əlinizin köməyi ilə, nevdinkaların, şpikaların köməyi ilə, darağın köməyi, nəyinsə köməyi ilə orası sabit tutmaq lazımdır ki, rahat dönsün. Yəni sizin əliniz nəyə yatır, onu istifadə edə bilərsiniz. Yenə bu şəkil arxadan da o ikisinin birləşməsində izləri veririk. Bu tərəfdə yenə eyni, yəni bu 4 parça əlimizdə var. 4 parçanı eyni şəkildə davam edirik. Yenə ortadan gəlir. Nevdinkalar, şpilkalanır. Hazır olduqdan sonra daha sıx vurulur. Baxın, əvvəlcə boş taxırıq şpilkaları. Hazır olduqdan sonra daha sıx şəkildə vura bilərik. Sonra yenə o çıxıntını 2 yerə bölüb, o yəni sizin zövqünüzə görə onu hər şəkildə istifadə edə bilərsiniz. Onu tamam gizləyə də bilərsiniz saçın altında. Öyle şəkil də verə bilərsiniz. Yəni o istəyə bağlıdır. İlla ki belə olsun, elə olsun deyə bir şey yoxdur. Tamam, hazır bu hissəsi də. Orada istədiyiniz bir şey, aksesuar qoya bilərsiniz. Mən oraya indi bir muncuq kimi bir şey qoyacağım. Yenə o öndən də buraxdığım çolka saçlarını hafif maşa ilə vurdum. Baxın, gördüyünüz kimi saçımız artıq hazır olur. Artıq o üstdəki şpilkaları da çıxardıq. Tam onlara şəkil verib əlimizlə bitiririk. Saçımız hazır. Öyrəndinizsə YouTube kanalıma abunə olmağı unutmayın. Rəylərinizi gözləyirəm ki, yeni videoları sizlərlə paylaşım. Hər birinizə uğurlar arzulayıram.